Çünki istənilən halda havanın xarakterini açmadan, havanın xarakterini bilmədən onu ifa etmək düzgün olmur. Düzgün olmur öz yerində, ifa da xoşa gəlmir. Saz havalarında belə bir xüsusiyyət var. Üç sistemə bölünür saz havaları. Gözəl ifası olunan, gözəl oxunuşu olan, texniki imkanı az olan, gözəl oxunuşu olan və yaxud da gözəl oxunuşu olan texniki imkanı da orta həddə olan havalar var ki, bu havaların hər birində mütləqdir ki, onun xarakterini biləsən. Baş kubeyti havasının gözəl oxunuşu var, gözəl də ifa məqamları var. Texniki tərəfi də var, ruhi tərəfi də var. Baş divarının havası laylalı havadır, lirik havadır. Orta tempdə də çalmaq olur, amma nə qədər ağır çalınırsa havanın xarakteri o qədər açılır. İndi kök strukturunu mən sizə deyim, sazın klasik 3 kökü var, sonradan 7-yə gəlib çatır, müxtəlif əlavələr, pərdələr əlavə olmaqla. Yəni, bütün havalar klasik 3 kökdə ifa olunur. Bu da baş kökdə ifa olunan havadır. Birincisi, re, yəni biraz zil olsun deyə, ikincisi mi, yuxarıdakisi do, re, mi, do köklənir. Ümumiyyətlə 8 sim olur. Sazda 3'ü re, 2'si mi, 3'ü do. Şimdi baş kök dedik, yani baş pərdə. Bu pərdədən başlanır. Ona göre buna baş dubeyti deyirlər ki, dubeйтlər çoxdur. Azadlıq dubeytisi var, Kəbir dubeytisi var, Kərəm dubeytisi var. Ona göre baş dubeyti sazın baş kökündə olduğuna göre adlanır. Dubeyti havasının xarakterində əsas məqamlardan biri də baş dubeyti də bu özünün xüsusilə doğrudur. 8'li okunur, gəraylı şeir forması okunur. Amma sonuncular mütləq 2 ya 4 hecalı olmalıdır. İndi biz nümunə göstərəndə həmin nümunələri siz özünü canlı görəcəksiniz. Şeiri düzgün seçməyəndə bu aşıq sənətindəki var, dərdin alım artırılır, layla artırılır. Şeiri düzgün seçməyəndə bölgü bozulur, onda məcburi olaraq o artırmalar olur. İndi baş dubeyti havasını biz əlövsətlə başlayaq. Bir dəqiqədən əvvəl qulaq asışdan. Bunun mən bir neçə formada onu deməliyəm mütləq. İfasında səsli aşklar biraz zildən götürülüb Mirzə dubeyti deyil, biraz bəmdən götürülüb dubeyti deyil, daha bəmdən götürülüb baş dubeyti deyil. Amma reallıqda bu baş dubeyti kök strukturuna görədir. Yəni səs imkanına görə yox, indi biz oxuyacağıq, səs imkanına görə bölgülər başqa şeydir. Havanın xarakteri onun kök məqamına görədir. Kərəm dubeyti demişik, 7 kərəm havalarının içərisindədir. Ona görə konkret adı var. Azadlıq dubeyti konkret adı var. Baş dubeyti indi. Bunu bir balaca sürətli tempdə də çalmaq olur, amma sürətli tempdə çalınanda havanın xarakteri bozulur. O olacaq bizə də, mən xarakterini açım ki, o başlayanda o tempi düzgün tutabilsin. Yəni hava sürətli olanda havanın xarakteri bozulur. Yəni ben bu ana laynası kimi bir həzin hava olduğunda mütləq bu xarakterini bilməlisən ki, ifa edəndə o məqamları aça bilərsən. Bura qədər çalınan hissə ki var, bura qədər nəqarət hissədir. Bütün keçişlərdən sonra bura qaydılmalıdır, bu məcburi haldır. İndi bir məqam var, bura qədər olan hissələr oxunuş hissəsi deyil. Oxunuş hissəsi olmadığına görə burada ardıcıl prinsipi gözlənilməlidir. Yəni sadədən mürəkkəbə doğru, bəndən zilə doğru prinsipi gözlənilməlidir. Nədir? Buradan birbaşa bu hissəyə keçmək olmaz. Hissəsində keçmək olmaz.
Ona göre ki buranın özünün ikinci bənddə oxunuş məqamları var. Mən bir məsələni qeyd edeyim ki, o səsi yuxarı olan tələbələrimiz yuxarıdan oxutmaq öyrədir. Bunun səsi o həddə deyil, ona görə biz bəmdən oxuyacaq, oxunuşu getdik. Oxunuş yerinə keçibdir. Yəni, nə oxuyacaqsa həmin havanın burada çalgı məqamı var. Oxunuş yerində bəzəmək olmaz. Çünki onda biz onu oxuyanda özünə görəcəksən ki, havanın harası ki oxunur, nə cür oxunur, o cür çalınmalıdır. Bu artıq oxunuşa hesablanmış bir hissiyyadır. Yazda şehre çok bakmışam. Şimdi hemşe canlılar, bayat dediğim məqam. Yazda şehre çok bakmışam. Bu dağların kucağından, kucağından, kucağından. Burada da çok çalma olmaz. 2 dəfə təkrar sen durursan, bayaq çalma olur tekrarını. Bayaq dediğim məqam ki var idi, o heca bölgüsü gördünüz, düz alındı. Yazda şehre çok bakmışam, bu dağların kucağında 4 oldu. 3 olsa pozulacaqdı. Onda biz o bayaq dediğimiz məqamı əlavə edəcəkdik. Dərdin alım, dərdən alım, layla layla. Yox, o ikinci bəsdir. Yazda şehre çok bakmışam, bu dağların qucağında kəklikləri oyatmışam. Bu da həminki sistemlə okunur. Kəkliklər oyatmışam, kəkliklər oyatmışam, bu dağların qucağında, qucağında. Baştan 15 olur. O gelişlerde akord okuyamıyoruz. Başlayanda 5 başlamak, sonra yumuşaldırsan, okumak məqamına satanda yine akord sistemini dəyişdirirsən. Dam dam. Yazda şehre çok bakmışam. Yazda şehre çok bakmışam. Dağların dağından, dağından, dağından.
çiçekleri boyatmışam, çiçekleri boyatmışam. Bak şimdi burada sözlere fikir ver. Yazda şeye çok batmışam, artık geçmiştir, elə deyip batmışam. Batıram demiş, batacağım demiş. Geçmiştir. O geçmişin o hoş hadiselerini hayatik formada çarptırır. Burada güzel duyguları okuyanda vermək lazım, onu hiss eləmək lazım. O artık senin elinden çıkıp ama seni həmişə stimul verir. O senin geçmişin sənə stimul verir, yaşamağa həvəs verir. Bir usta, dağ meselesi var burada. Dağ ümumiyyətlə, Türkün en müqəddəs kullarından biri sayılır. Qadındır. Yani ana başta olmaq şərtindən dağdır, atdır. Bunlar apaqdır, bunlar qeyrət rəmzidir. Bunları həmişə müqəddəs anılar, şeirdə də, ifada da ona göre mütləqdir ki, bu mövzulu şeir oxuyanda o hissləri verməlisən. İndi keçirik, bir ton zil oxumuşam. İndi bu ifada bəzəmək olar, nə qədər istəsəm, tremolalar işləmək olar. Amma yenə yanlışdır. Niyə? Bayaq qeyd elədik ki, oxunuş məqamları olduğu üçün çalınmalıdır. Ona görə də, bunu indi biz oxuyacağız, görəcəksən ki, əgər başqa bir çalsan, onda bir-birinə tərs mütənasibdir. Özün öz oxumağını heç eləyəcəksən, yəni başqa cür ifa eləsən. Ona görə burada da çox diqqətli bir ifa olmalıdır. Parmağımla parça tuttum. Bu geçişler ki var, bir dakika buna bak. Bu geçişler ki var, bu saz sistemine ait olan geçişler değil, bunu bilmem yadda saklıyor. Niye? Bu sistem kardır, gitardır, diğer simli aletlerde. Bu sistem ifa olanda baş parmağı sen məhdudlaşdırırsan, elə bunu kəstin, yoktur. Bu sistem ifa yaramır. Ona göre belə olmalıdır. Baş parmaqla biz işləyirik, səsləri belə olur. Bize əsas lazım olan səslərdir. Bunsuz oldu, saz olmadı. Ona göre baş parmaq həmişə bak, yuvarı vəziyyətdə durur. Belə vurmalar var. Belə tutma. Belə çalışlar. O yanlış. Bəs baş parmağın yerindən vuracaq. Gördün başkanım. Çalınır tekrar ve gelinir yine okumak məqamına. Şimdi burada əsas məqam nədir? Biz buranı oxuyacağıq zildən. Gəldik Çoban Bayatı pərdə deyilir. Amma burada belə saxlamaq olmaz. Burada maraqlı məqamlardan biri də çıxdı ortalığa. Şah pərdə deyilir sazda. Baş pərdə, orta pərdə, şah pərdə. Əsas üç kök demişdir. Şah pərdə niyə deyilir? Oxumaların, saz havalarında, oxumaların 99%'inde burada dayanmışlar. Yani o zil Köroğlu havalarından başka. Ona göre o şah titulunu kazanmış. Avtomatik olarak. Şimdi biz burada saxlayırıq ve eyni anda səsimizlə beraber düşürücü səsə. Yağışında durmuşam. Yağışında durmuşam. Yokuşunda yorulmuşam. Yorulmuşam, yorulmuşam, yorulmuşam. Şuradan başla ya. Yine götür oradan. Çaldığına götür.
yağışında durulmuşam. Yaşında durmuşam, Yokuşunda yorulmuşam, 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 yorulmuşam. Bak, yağışda durulmak, yokuşda yorulmak. Okuyanda sesinle o karakteri verir. Sanki o hadisəni bu dəqiqə sən yaşayırsan. Çünki musiqi belədir ki, birinci özün yaşamalısan, özün hiss eləməlisən ki, səni dinləyir, sənə qulaq asan, səni qəbul edebilirsin. Bunu belə olsa, yağışında yorulmuşam, yokuşunda yorulmuşam, yorulmuşam, yorul. Burada heç nə yoxdur. His yoxdur, duyğu yoxdur, karakter yoxdur. Ona göre onu sen sifət çizgileriyle vermelisin. Eğer onu sifət çizgileriyle sen sevmezsen, deməli o karakteri anlamırsan, duymursan. Götür oranı. Axı dedim, onu tek sözde yok, ifade de onu vermezsen, okuş gelirim. Heç nədir. Onu hiss edəmezsin. Bu da var da. O var. Hissiyatsız bir müziği o. Mahnı karakterine girmeyen de o el olabilir. Ona göre karakteri ifade de vermezsen, o yanda da vermezsen. Peki. Birleşik məqamlar var. Havamız, çalgı imkanları genişdir. Her bənddən sonra bir ifa məqamları var, o çalınır. Şimdi biz 3-cü bəndi oxuyanda bizim hələ 2 dənə hissəmiz var ki, çalgı hissəmiz durur. Bir dənə də oxunuş hissəmiz var, durur. Şimdi bunu necə bölməliyik ki, onun hamısını göstərə bilək. Deməli, oxunuş hissə ki var idi bu məqam, bunu mütlak olarak sona saklamalıyız. Ona göre geçmeli çalgı hissesine. Yani bu çalgı hissesi okunmuş. Kulak yok, bileği düz vur. Kulak, sen kulak aç bak. Vur. İnsan bu da belə deyir. Meyvət müəllim o kadar güzel, orada dedi ki ürəklə, yani duymalısan sözü, okuduğun musiqini, mahnını, o barmaqlar işləyəndə sən o barmaqlar da duymalıdır o xüsusiyyəti, aşıq xüsusiyyətini. Mən elə bildim ki, böyle o Meyvət müəllim vokal dərsi də keçir, elə estrad dərsi də keçir, yəni böyük bir ifa, vokal ifasını keçir. Yəni eynidir. İşten gelmedi, ürək olmayan yerde o sənət ola bilməz. O sənət heç vaxt yaşamaz qalmaz. Ben gördüm ki birinci o çalgı ilə, o ifa ilə benim yani ki öyrədir ki her şeyi içmə salıb, duyub, sözlərin hiss edib oxumalısan. Yani böyük bir məktəb. Bu mesela otursaydı burada, indi bəyaları söhbət elədi, o kadar bir dənə ancaq aşıq manisi, aşıq səsi, aşıq duygusu o saatlerle de çekebilir. Zərif o Mehmet'in diyen sözleri ben özümde de duydum. Yani bu sənətdir. Burada artık hiçbir şeydi. O sənətin incəliydi bu günler bu. Sizin kafede de kulak astım. Size böyük gelecek
çətin və böyük işinizdə uğur diləyirəm. Və bizim gələcək nəslimiz qoy sizdən ibrət alıb, o böyük sənətinizi öyrənib, sizin də müəllimlərin də hamısının burada və gələcəkdə bu sənət yaşasın bizim gələcək nəsil üçün, bizim millətimiz üçün, bizim tariximiz üçün. Yəni burada mənə çox ləzzət elədi və bizim Nimət müəllim o qədər gözəl aşıladı tələbiyə. Yəni necə gözəl aşıladısa, inanın ki, mən belə içimdən belə bir his keçdi ki, elə mən də mükaş bilərdim bu aşıq sənə. Yəni doğrudan çox böyük həvəsim var, yəni çox böyük, yəni nətər deyim, həddindən artıq çox sevirəm aşıq sənətini və mən sizə qərim təşəkkürümü bildirirəm ki, Nimət müəllim, çox sağ olun ki, belə gözəl tələbəyə aşıladınız. Yəni, tələbə müəllim münasibəti, yəni orada o içinizdən gələn o azacıq o hissləri də siz çalışdınız ki, o üzdə olan mimika. Bəzən görürsən ki, məsəl üçün, oxuyan oxuyur və ya aşıq çalır, orada elə bir söz deyir, amma görürsən gülür. Yəni, bu olmaz, əlbəttə ki, olmaz. Mənə elə gəlir ki, elə onlar da, siz yəni o içinizdən gələn, nə o belə də azacıq bir müddət də qalmadı ki, yəni içinizdən gələn o duyğuları, o hissləri tələbəyə aşıladınız və qaldı tələbənin öz fərasətinə ki, tələbə yəni bu gözəllikdən, yəni bu müəllimin öyrətməsindən istifadə eləməlidir. Çox sağ olun. Çox maraqlı bir dərs prosesi keçdi. Nimət müəllimin və onun tələbəsinin iştirak elədik, hamımız müşahidə olduq. Qeyd olunduğu kimi, Aşlı Beyti havası çox zəngin bir havadır, xarakterini açıq göstərirlər. Yəni, onun oxumasında da zənginlik var, onun istər solo çalğısında zənginlik çalğılar çoxdur. Havanı müəllimin özünün istəyindən asılıdır ki, bir neçə hissələrə bölsün. 3 və ya daha 5 hissələr, 5-6 hissədir, neçə hissəyə, yəni bu müəllimin özünün texnikasından asılıdır ki, bölsün. Ümumiyyətlə ki, maşallah, Nimət müəllimin texnikası çox güclü texnikadır. Ümumiyyətlə, bunu biz hamımız şahidi olduq ki, hissələrə bölərək tələbəyə lazımı qaydada aşılamalı, müəllim tövsiyə edilir və tələbə də bunu bacarır. Bugün mənim əziz sənət dostum, həm müəllim yoldaşım, Nimət müəllim aşıq dərsi doğrudan da çox qənaət bəxş elədi. Ümumiyyətcə, Nimət müəllimin metodikası, mən həmçə qayn olmuşam, onun tələbələri həmçə göz önündədir. Elə onun çox tələbələri var ki, hansı ki, ibtidaidən Nimət müəllim məşğul olur. Yəni, ibtidai, aşıq sənətinin ibtidai tədris edir Nimət müəllim və burada universitetimizdə də ali təhsilini tədris edir. Daha mükəmməl formada. Bir sözlə deyə bilərəm ki, orada xabısı da razılaşarsınız ki, elə sənətkarlar var ki, gözəl sənətkardır, amma pedaqog kimi yaxşı olmur və yaxud gözəl pedaqogdan özü bir səhnədə ifaçılığı yoxdur normal. Nimət müəllimdə hər ikisi cəmləşib, xoşbəxt insandır, hər ikisi cəmləşib, tamamlanıb valla. Tərif üçün demirəm, mən bugün yalnız metodikadan danışdıq. Çox razı qaldım, xırdalıqlarını hamı dedi, məndən öncə ona görə qayıtmaq istəmirəm. İfada da göstərdiyi elementlər, çalğıda da göstərdiyi elementlər, xarakteristikası, havanın kökləri və s. və ilaxır. Xüsusən də şeir seçim mənim ən yaralı yerimdir, çox ifaçılarlı problemdir, heca düzgün bölünməyən hecalı şeirləri seçirlər. Onları tələbəyə mütləq deyilməlidir. Çünki azdan çoxdan tələbələr bu sənətə yiyələnib gəlirlər. Amma elə xırdalıqlar var ki, onlar çox önəmlidir, onlar burada yiyələnməlidirlər o düzgün ifalara. Və Nimət müəllimin xırdalıqları çox qəşəngdir. Müəyyən şeylər yeri gəlir. Biz bir-birimizdən də öyrənirik Açıq dərsdə. Çox gözəldir, çox razı qaldım. Nə gözəl ki, bizim açıq sənətimiz universitetdə bu səviyyədə günü-gündən inkişaf edir, layiqlərlə də günü-gündən inkişaf edir. Təşəkkür edirəm.
dərs prosesi çox gözəl keçdi. Elə mən belə də gözləyirdim. Və məndən əvvəl çıxış edənlər, öz rəylərini bildirənlər, hamısı düzgün rəy verdilər. Nimət müəllim çünki ustadlar görür. Ustad görənin işi xam qalmır. Ustaddan öyrənənlər, ustad xeyir duası alanlar həyatda ömür boyu yüklənmir. Mən nə deyim, Nimət müəllimə sağlıq arzulayıram, gözəl günlər arzulayıram. Arzum budur ki, tələbələri onun başı uzaqdan tələbələr olsun. Çox sağ olun, var olsun.